Salam, bugün sizinlə birlikdə Zəkalar Hazırlıq Mərkəzində keçirilmiş buraxılış sınav imtahanının İngilis dili qrammatika suallarına baxacağıq. Gəlin 13-cü sualla başlayaq. 13-cü sualda bizdən düzgün variantı seçməyimizi istəyir və birinci boşluqda sonra isim gəlib. Buna görə də biz B və D variantlarını çıxarıq. Çünki Z özündən sonra xəbər tələb edir, şəxs əvəzliyidir. Daha sonra Y variantını çıxacağıq. Niyə görə? Çünki Z müstəqil formadır, özündən sonra isim tələb etmir. Qalacaq A və C variantları və yenə ikinci boşluğa baxacağıq. İkinci boşluqda özündən sonra xəbər var. Özündən sonra xəbər gələn əvəzliyimiz də şəxs əvəzliyi olacaq. Ona görə cavabımız olacaq A variantı. C variantında isə Z obyekt əvəzliyidir və özündən sonra xəbər yox, özündən əvvəl xəbər gəlməlidir. Cavabımız oldu A. 14-cü suala baxırıq. Bizə burada düzəltmə isimləri seçməyimizi istəyir. Biz burada baxsaq, cavabımız olacaq A variantı. Niyə görə? TH bizim şəkilçimizdir. Strong sözündən strength sözü yarandı. Admiration, tion şəkilçimiz var. Package-də də age şəkilçimiz var. Cavabımız olur A variantı. B variantı friendly sifətdir. C variantında economy sadədir. D variantında winter sadədir. Y variantında beautiful gözəl sifətdir. Cavab oldu A variantı. 15-ci sualda 15-də bizdən article, düzgün article seçməyimizi istəyir. Biz demişik ki, su hövzələrində Z artiklından istifadə olunacaq. Mississippi çayından söhbət getdiyinə görə birincidə Z yazacağıq. İkincidə most qaydasını biz keçmişdik. Bilirik ki, əgər mostdan sonra sifət gəlibsə, bu zaman Z artiklı istifadə edəcəyik. Amma isim gələrsə, heç bir artikl istifadə olunmayacaq. Burada da important nədir? Vacib deməkdir, sifətdir. Ona görə burada artikl yazacağıq. Və cavabımız olur B variantı. Keçirik 16-cı suala. 16-cı sualda bizdən countable nouns, yəni sayıla bilən isimləri seçməyimizi istəyir. Və A variantına baxırıq. Bread, çörək sayılmır. B variantı window, pəncərə, computer, kompüter və toothbrush, diş fırçası. Bunların hər üçü də sayılacaq. Ona görə cavabımız B variantı olacaq. C variantında blood, qandır, sayılmır. D variantında oil, yağdır, sayılmır. Və Y variantında silk, ipəkdir, sayılmır. 17-ci sualda bizdən possessive case, yəni yəlik halı tələb edir. Yəlik hal bilirik ki, apostrof S və S apostrof vasitəsilə düzələcək. Və özündən sonra birbaşa isim gəlməlidir. Heç bir artikel ya da başqa nitq hissəsindən istifadə oluna bilmir. Yalnız sifət gələ bilir. Bu zamanda o ismin təyin edicisi olaraq işlənməlidir. Amma tək başına işlənə bilməz. Gəlin indi suala baxaq. A variantı bizdə doğru olacaq. Nəyə görə? Men's locker room. Men bilirik ki, kökündən dəyişən isimdir və qeyd etmişdik, kökündən dəyişən isimlərin yəlik halı həmişə apostrof S ilə düzəlir və özündən sonra da nə gəlib? İsim gəlib. Bu doğru olacaq və başqa xəbərimiz də var. B variantına baxsaq, biz qeyd etmişdik ki, əgər iki isim eyni anda apostrof qəbul edərsə, bu zaman sonda yazılan isim mütləq ki, cəmdə olmalıdır. Amma burada friend yazılıb, friends olmalıydı. Ona görə B-ni çıxarıq. C variantında apostrof var, amma S-i yoxdur. Bu doğru quruluş deyil. D variantında 3 deməkdir. Biz bilirik ki, saydan sonra isim cəmdə olmalıdır. Yəni S sonra apostrof olmalıydı. Ona görə səhvdir. Və Y variantında ship, biz qeyd etdik ki, kökündən dəyişən və təki cəmi eyni olan isimlərin yəlik halı həmişə apostrof S ilə düzəlir. Yəni S apostrof mümkün deyil. Ona görə Y-ni də çıxarıq və cavabımız qalacaq A variantı. 18-ci sualda bizdən doğru artiklla işlənmiş variantı seçməyimizi istəyir. Biz bayaq qeyd etdik ki, Atlantik okean su hövzələri Z artiklı ilə istifadə olunacaq. Burada EN yazılıb, bu doğru deyil. B variantında at the end of olmalıydı, Z yazılmayıb. C variantında Middle East, bunun əvvəlində də yenə Z olmalıydı. D variantında Himalay sözünün sonunda S var. Bu da cəmlik bildirəndə biz də demişdik ki, qrup olanda əgər dağlar qrupudursa, bu zaman Z artiklı işlənməlidir, amma işlənməyib. Y variantı isə Amazon meşələri, bu tamamilə doğrudur, qarşısında Z işlənib. Cavabımız olacaq Y variantı. 19-cu sualda əvəzli mövzumuza aid bir sualdır. Birinciyə baxarıqsa, boşluqdan sonra isim gəlib. Və mübtədamız nədir? He, o. Və buna uyğun olaraq biz burada yaza bilərik C variantı. Onun ev tapşırığı, söhbət he-dən gedir. İkincidə yenə tail, quyruq deməkdir, isim gəlib. Və söhbət mübtəda nədir? It, dog. Buna görə də orta cinsdən, yəni itsdən istifadə edəcəyik. Burada da olacaq A. Üçüncüdə isə classroom, yenə isim gəlib və söhbət mübtədamız nədir? Students, şagirdlər. Yəni burada da B olacaq. Cavab olur C, A və B, yəni B variantı. 20-ci sualda bizdən possessive case, yəni yəlik halı istəyir. Yenə qeyd edirik ki, yəlik hal nə idi? S apostrof ya da apostrof S vasitəsilə düzələn və özündən sonra birbaşa isim gəlirdi. Birinci A variantına baxırıq. A variantında scientists zaten cəmdədir. Yenidən ona apostrof S artırmaq ehtiyacı varmı? Xeyr, yoxdur. Burada olmalıydı S sonra apostrof. İkinci S-ə ehtiyac yox idi. B variantında apostrof verilib, amma S-i yoxdur. B-ni də çıxdıq. C variantı doğru olacaq. Niyə görə? Baxırıq ki, birinci xəbərimiz var. İkinci növbədə də özündən sonra nə gəlib? Sifət sonra isim gəlib. Şirkətin yeni siyasəti. Bu da doğru olacaq. D variantına baxırıq. Demişdik ki, biz əgər ümumi nəsil bildirərsə, addan sonra Z, əvvəl Z gələrsə, S bitişik yazılmalıdır. Yəni S apostrofdan istifadə olunmalıdır. Yəni D variantı yanlışdır. Y variantına da baxarıqsa, burada heç bir yəlik hal yoxdur. Yəlik əvəzliyi var. Bizdən də amma yəlik hal istəyir. Ona görə bunu da çıxacağıq. Cavabımız olacaq C variantı.
21-ci suala baxırıq. 21-ci sualda bizdən doğru artiklı tapmamızı istəyir. Biz bunu qeyd etmişdik ki, təklik bildirən sözlərimiz, hansı ki günəş, dünya, ay, bu sözlərin qarşısında mütləq z artiklı istifadə olunurdu. Daha sonra cəhət adlarında biz qeyd etmişdik ki, əgər sadalama varsa, bu zaman heç bir artikl istifadə olunmur. Amma tək işlənərsə, tək olarsa, bunda z artiklı olacaq. Buna görə də bunların hər ikisində də z olacaq. Cavabımız da olur Y variantı. 22-ci sualda bizdən plural nouns, yəni cəm isimləri istəyir. Cəm isimlər ola bilər kökündən dəyişən isimlər, sonu s-lə bitənlər və təki cəmi eyni olan isimlər ya da ki toplu isimlər. İndi gəlin baxaq görək bizə hansı isimləri verib. Birinci olaraq cattle bizim toplu isimimiz idi, deyirdik həmişə cəmdə olur. Biz qeyd etmişdik ki, 2 s ilə bitən isimlər cəm deyil, həmişə təkdir. Yəni 2-ni götürməyəcəyik. Üçüncü, tongues sonu s-lə bitib, həmçinin biz onu 2 bərabər hissədən ibarət olan isimlərdə qeyd etmişdik ki, həmişə cəmdə olan isimdir. Daha sonra police yenə toplu isimlərdə var idi, cəm isimdir. Chemistry isə sayıla bilməyən elm fənn adlarına aid idi. Cavabımız olacaq 1, 3 və 4 D variantı. 23-cü suala baxırıq. 23-cü sualda bizdən yenə kəmiyyət bildirən sözləri seçməyimizi istəyir. Boşluqdan sonraki sözümüz time zaman deməkdir və sayıla bilməyən tək isimdir. Buna görə də biz few-nu çıxarıq, many-ni çıxarıq və qalacaq 3 dənə variantımız. Bundan sonra tərcüməyə baxacağıq. We have time before the movie starts. Let's get some popcorn. Deyir ki, bizim vaxtımız var filmə qədər. Gəl biraz popcorn alaq. Burada yəqin ki, vaxtları var, çox vaxtları var. Ona görə də popcorn ala bilirlər. Yəni ona görə C və B-ni çıxsaq cavabımız qalacaq A variantı. Daha sonra baxırıq 24-cü suala. 24-cü sualda yenə kəmiyyət bildirən sözlərə aiddir. A variantında FU-dan sonra cəm isim gəlməlidir. A variantı buna görə yanlışdır, tək verib. A little-dan sonra sayıla bilməyən gəlir və furniture bilirik sayıla bilmir. B doğru olacaq. C variantında many-dən sonra sayıla bilən cəm isim gəlməlidir. Amma burada tək isim verir və sayılmır, bunu çıxırıq. D variantında biz bilirik several'dan sonra cəm isim gəlməlidir. Düşünə bilərik ki, flowers burada cəmdir. Xeyr, doğru deyil. Niyə görə? Çünki of birləşmələrində biz bilirik ki, ikinci tərəfə yox, hara baxırıq? Birinci tərəfə. Və burada time tək olduğuna görə biz bunu yanlış götürəcəyik. Və Y variantına baxsaq, few-dan sonra cəm isim gəlməlidir. Bar isə tək isimdir. Buna görə Y-ni də çıxdıq. Cavab oldu B variantı. 25-ci suala baxırıq. 25-də də bizdən düzgün olanları seçməyimizi istəyir. Birincidə to say gəlib, saydan sonra bilirik cəm isim gəlməlidir. Slices cəmdədir, doğrudur. Biri götürəcəyik. İkincidə piece of bu birləşmə əgər təkdədirsə mütləq ki E-si olmalıydı, amma E verməyib deyə 2 yanlışdır. Üçüncüdə bu doğru formasıdır. A piece of. Dördüncüdə a bunch of flower. Bu da doğrudur. Yenə E təkdə verib, bunch-ı da təkdə verib. Beşincidə isə FU-dan sonra cəm isim gəlməlidir, amma game tək isimdir. Bunu da çıxardıq. Cavabımız olacaq 1, 3 və 4.